Doppler müayinəsi təkcə renkli görüntü deyildir. Pasientlərimiz Doppler müayinəsi aldığı altında detallı müayinəyə gəldikdə ilk növbədə onların düşündürür ki, renkli şəkil varsa bu Doppler müayinəsidir. Renkli şəkil 3D və yaxud da 4D rəsm göstərir. Lakin biz Doppler müayinəsində dölün inkişafına, daxili orqanlarının normal həftəsinə uyğun inkişaf etməsinə, çəkisinə, döl yanı mayeyə, plasentaya, uşaqlıq boynunun quruluşuna, plasentanın uşaqlığın divarına bitişməsinə və bununla yanaşı dölün detallı ürəyinin exosuna, neyrosonoqrafiyasına, böyrəklərdə genişlənmənin olub-olmadığına və bununla yanaşı bütün orqanların detallı müayinəsi, orqanların müayinəsi ilə bərabər damarlarda qan dövranı, gələcəkdə bizi gözləyən risklər, inkişafında bir narahatçılıq olub-olmadığını əvvəlcədən dəqiqləşdirmək üçün bu müayinədən keçmək mütləqdir.